Necə ki, Gözəl, hansı qurban? Ha? Məsələn, yəni iş ver, az maaş ver, işləyəcək. Bəli. Məsələn, bu roldan çıxartmaq üçün Aha. biz hansı strategiya qurmalıyıq? Çox gözəl. Təhsil xanımları yox. Bugünün şirkətləri həmişə işçi necə şeysində, bugün şirkətlər belə sözünü deyən qəhrəman işçi istəmirlər. Hər bir şirkətdə də bir standart prosedur formalaşdırır, gəlib quzu balası kimi bu prosedura uyum təşkil edib gedən bir iş saxlanırlar. Ona görə intervyuda nə özünüzü çox smart, nə də çox axmaq göstərməməlisiniz, intervyuda özünüzü uyumlu işçi göstərməlisiniz. Nə desən eləyəcək, nə desən eləyəcək. O zaman siz elərsiniz. İnanın mənə siz elə. O smartı və egolu öz qaydalarını gətirəni yox, uyumlu işçini siz eləyir. Və gəldiniz şirkətə. Yəni, şirkətin birinci ilk şeylərində şirkət sizə öz öhdəsinizdən ekstralar istəyəcək yəni. Elə o zaman mənim sizə tövsiyəm, hər zaman hərçi olmalısınız. Bir gün hə, bir gün yox. Bir şirkəti əlköyünləşdirməyin. Mesela bir gün hə deyirsən, bir gün yox deyirsən. Bir gün hə, bir gün yox. Ki, şirkət görsün ki, sənin də yoxun var. Hər gün hə demək də tövsiyə olunur, hər gün yox demək də olmaz yəni. Tamam mı? Ekstra qalabilirsən, yox, mən getməliyəm. 6-cı işə çıxa bilərsən, yox, bizim müqaviləndə elə şey yoxdur, mən 5 gün işləyirəm. Falan demək də düzgün deyil. 6-cı işə çıxa bilərsən, işlərim var idi, amma da siz deyirsiniz müəllim, hə, sizə görə bu həftə eləyərəm. Gələn həftə qala bilərsənmi? Müəllim, bax, keçən həftə gördüyünüzdə qaldım. Bu həftə üzrlü sayında, yəni ciddi ayrı işlər. Görsün ki, şirkət bir görməlidir ki, sizin işdən kənar da bir həyatınız var. Siz varlıqsınız. Azərbaycanda çox insan yaşamır. İşdən ibarətdir. Gəlir ofisə, işlədi, getdi və yatdı. Bu adamın bir hobbisi də yoxdur. Çox var belə insan, düzdürmü? Heç kim özünü üzərinə götürüb, birinci xətrinə dəyməsin, xahiş edirəm. Sadəcə ümumi deyirəm yəni. Şirkətə birinci onu hiss eləşdirməlisən ki, mənim də bir yaşamız həyatım var, öhdəçiliyim var, dəyərli insanlar var. 2, mənim də bir yoxum var və şirkətə bəlkə də kompromisə getməlisiniz. Nə qədər? Gücünüz çatdığı qədər. Yəni bir gün 6-cı gün işdə qaldın, 2-ci gün xahiş elədilər qaldın, 2-ci gün bir dənə də xahiş edəcəklər qalanda, 3-cü gün öyrəşəcəklər, xahiş etməyəcəklər. Sən 6-cı gün, sən qarsan da, sən öyrəşəcəklər. Düzdür və sanki bir gün deyəndə ki, 10-cu, 6-cı gün deyəndə ki, mən qala bilmirəm, sən, niyə? Elə baxacaqlar sən, düzdürmü? Hə, yox, sualın cavabıdır. Bir dənə bir ver, 1 ver, 2 al, 1 ver, belə də yəni.